Davam eləyək. Deməli 10-cu sualımıza baxaq. Deyir, sərbəst fəaliyyət zamanı tərbiyəçi müəllimin əsas rolu nədən ibarətdir? A variantına baxaq. Uşağın fəaliyyətini tam idarə etmək və bütün qərarları onun yerinə vermək. Təbii ki, əgər tərbiyəçi müəllim burada bütün qərarları uşağın yerinə verirsə və tam idarə edirsə, bu sərbəst yox, avtoritar rejimdir. Yəni burada artıq müəllim yönümlü rejimdir. Uşağa sərbəstlik verilmir. Yəni bu uşağın müstəqilliyini və təşəbbüskarlığını məhv edir. Artıq burada uşaq müstəqil olmur. Ona görə də A variantı səhv cavabdır. B variantına baxaq. Deyir, uşağın fəaliyyətində əsasən səhvləri izləmək və onları daimi qeyd etmək. Və burada da daim səhvləri qeyd etmək uşaqlarda uğursuzluq qorxusu yaradır və uşaqları həvəsdən salır. Bu günlər uşağın yalnız səhvlərin izləsik, güclü tərəflərini izləməsək, bu zaman uşaqlarda uğursuzluq qorxusu yaradar və həvəsdən uşaqları salar. Ona görə də B variantı səhv cavabdır. C-ni saxlayırıq. D variantı. Fəaliyyət zamanı uşağa nəzarət etmədən onu tam sərbəst buraxmaq. Təbii ki, baxın, uşağı tam sərbəst buraxsaq, məsəl üçün uşaqdır, tutaq ki, oyun oynayır. Biz oyun oynayan zaman uşağı müşahidə etməsik, uşağı tam sərbəst buraxsaq, uşaq məsəl üçün oyuncağı sındırıb əlini kəsə bilər və yaxud da yıxılıb nəsə bir hadisə başına gələ bilər. Yəni uşağı tam nəzarətsiz buraxmaq həm təhlükəlidir, həm də təlim məqsədlərinin uzaqlaşmağa səbəb ola bilər. Yəni bizim məqsədimizdən uzaqlaşmamıza səbəb olur. Ona görə də tam sərbəst buraxmaq doğru deyil. Y variantına deyir ki, təhlükəsizliyi təmin etmək üçün uşaqları ancaq oturaq fəaliyyətə yönəltmək. Təbii ki, oturaq ancaq otursun. Təsəvvür edin ki, bir insan daim oturur, oyun oynamır, nəsə eləmir. Bu zaman nə baş verə bilər? Təbii ki, o motorikadan geri qala bilər. Yəni, uşaqların hərəkətsizliyi nəticəsində uşaqların sağlamlığı məhv ola bilər, fiziki hərəkətliyi məhdudlaşa bilər, motorika inkişafına mənfi təsir göstərər. Yəni, ona görə də daim oturmaq düzgün deyil. Y variantı da bizim səhv cavabımızdır. Doğru cavab burada olacaq C variantı. Niyə görə C variantı? Artıq uşağı müşahidə etmək, təhlükəsizliyi qorumaq və fəaliyyəti suallara dəstəkləmək. Bu o deməkdir. Məsələn, oyun zamanı biz uşağı müşahidə edirik. Uşaq özü sərbəst oyun oynayır. Amma biz də təhlükəsizliyi qoruyuruq. Yəni, uşağı qoymuruq yıxılmağa, nəsə bir hadisə olanda görürük uşağın ayağı sökdü, tez uşağı tuturuq və s. Məsələn, oyuncağı sındırdı, müdaxilə edirik, oyuncağı məsəl üçün oradan uzaqlaşdırırıq ki, uşağın əlinə kəsməsin əlini. Eyni zamanda görürük uşaq oyun oynayır və başlayırıq uşağın sərbəst fəaliyyətinə suallar veririk ki, uşaq görək necə də, hansı dərəcədə inkişaf eləyib. Yəni, müəllim uşağın maraqlarını, ehtiyaclarını, bacarıqlarını müəyyən etmək üçün daim müşahidə aparır. Bu fərdi yanaşmanın əsasını qoyur. Eyni zamanda uşağın təhlükəsizliyi də burada təmin olunur artıq. Uşağın fiziki və psixoloji sağlamlığı hər şeydən üstündür. Müəllim uşağa sərbəstlik versə də, bu sərbəstliyin təhlükəsiz sərhədlər daxilində olmasını təmin edir. Daha sonra isə müəllim uşağa hazır cavablar vermir. Məsələn, bunun əvəzinə sən niyə bu oyuncaqla oynayırsan və yaxud da bunu başqa necə edə bilərik? Səncə niyə bu belə oldu? Niyə məsəl üçün oyuncaqsındı? Artıq burada uşağın təfəkkürünü suallarla stimullaşdırırıq və uşağın yeniliyi kəşf etməyə sövq edirik. Ona görə də artıq sərbəst fəaliyyət zamanı tərbiyəçi müəllim əsas rolu uşağı müşahidə etmək, təhlükəsizliyi qorumaq və fəaliyyəti suallarla dəstəkləməkdir. Doğru cavabımız C variantı olacaq. 11-ci suala baxaq. Ümumiyyətlə, sərbəst fəaliyyət uşağın maraq və seçiminə əsaslanır və bu zaman tərbiyəçi müəllim nəzarətçi deyil, daha çox müşahidəçi, dəstəkləyici olur və məqsəd uşağın öz oyununu qurmasına imkan verməkdir və tərbiyəçi müəllim sadəcə təhlükəsizliyi təmin edir və ehtiyac olduqda refleksiv suallarla uşağın düşüncəsini dərinləşdirir. Yəni, burada 10-cu sualda biz baxsaq, burada artıq suallar verir. Məsələn, deyir ki, bu daşlar niyə belə düzdün? Növbəti addım necə seçdin? Artıq sərbəst fəaliyyət
uşağa seçim azadlığı verir və onun yaradıcılıq və müstəqillik hissini gücləndirir. Yəni birinci olaraq tərbiyəçi müəllim bu zaman nə etməlidir? Müşahidə etməlidir, təhlükəsizlik qoymalıdır və fəaliyyətini dəstəkləyən suallar verməlidir. Ən əsas budur, sərbəst fəaliyyət zamanı. 11-ci sualda deyir ki, tərbiyəçi müəllim, artıq burada söhbət nədən gedir? Sərbəst oyundan gedir. Tərbiyəçi müəllim sərbəst oyun zamanı uşaqları müşahidə edir. Bir müddət sonra fəaliyyət dəyişməli və uşaqların masa arxasında rəsm tapşırığına keçid etməlidir. Lakin bir neçə uşaq oyunu dayandırmaq istəmir, biri narahat olur, digəri oyuncaqları toplamaqda imtina edir. Bu vəziyyətdə müəllimin uyğun addımı hansıdır? Burada söhbət keçidləri arası əlaqədən gedəcək. A variantında oyunu dərhal dayandırmaq, uşaqlardan oyuncaqları yerinə qoyaraq yeni fəaliyyət keçmələrini tələb etmək. Təbii ki, dərhal dayandırmaq və tələb etmək uşaqlarda aqressiya və narazılıq yaradır. Bu da növbəti məşğələnin keyfiyyətinə mənfi təsir göstərər. Ona görə də A variantı bizim düzgün addımımız olmaz. B variantı oyuncaqları tərbiyəçi müəllimin özü yığışdırıb, zaman itirmədən yeni tapşırığa keçid etmək. Artıq burada tərbiyəçi müəllimin özü oyuncaqları yığışdırırsa, uşaqlara müstəqillik vermir, əməkdaşlıq vərdişlərini inkişaf elətdirmir. Biz uşaqların müstəqilliyinə, əməkdaşlıq vərdişlərinin inkişafına mane olmuş oluruq. Ona görə yaxşı olardı ki, tərbiyəçi müəllim burada uşaqlarla bir yerdə oyuncaqları yığışdırsın və növbəti fəaliyyət üçün belə deyək, hər hansı bir başlıq seçsin. Ona görə B variantı səhv cavabdır. C variantı saxlayırıq. D variantı rəsm fəaliyyətini ləğv edib uşaqların arzusuna uyğun olaraq bütün günü yalnız oyunla davam etmək. Təbii ki, rəsm fəaliyyətini biz ləğv etsək, bu zaman uşaqların ümumi olaraq rəsm fəaliyyətinə mane olmuş oluruq və beləcə planı reallaşdırmırıq. Çünki bizim gün ərzində planlaşdırmamız var. Planlı fəaliyyətimiz var. Artıq planlı fəaliyyətin ləğv etmək uşaqlarda rejim və intizam anlayışını zəiflədir. Ona görə planlaşdırılan fəaliyyət tam ləğv etmək uşaqlarda rejim və intizam anlayışını zəiflətdiyi üçün rəsm fəaliyyətini ləğv etmək düzgün olmaz. Y variantında isə uşaqları fərqləndirmək və ya cəzalandırmaq qrup daxili münasibətlərə və uşağın özünə inamını zərbə vurur. Ona görə də burada rəsm fəaliyyətinə qoşulmaq istəməyən uşaqları biz dayə tapşırırıqsa, yalnız digər uşaqları fəaliyyətə cəlb edirsə, bu zaman həm onlar arasında ali seçkili etmiş oluruq. Bu bərabərlik imkanları, uşaq önümlü prinsipini pozmuş olur. Həm də uşaqları cəzalandırmış kimi olur bu. Və öz uşaqların, yəni rəsm fəaliyyətinə qoşulmaq istəməyən uşaqların özünə inamına zərbə vurur. Ona görə də Y variantı da bizim səhv cavabımızdır. Doğru cavab C variantıdır. Keçid siqnalı vermək və uşaqlara qısa vaxt xəbərdarlığı etmək və oyunu tamamlayıb uşaqları növbəti fəaliyyətə yönləndirmək. Yəni bununla bağlı bizim bir qədər əvvəl burada bir sualımız var idi. Baxın. Bu sualda şəkil, musiqi, zəng və ya əl çalmaq kimi siqnallardan istifadə etmək, yəni siqnallar barədə məlumat vermişdik. Keçid siqnalları və ona görə də mütləq şəkildə tərbiyəçi müəllim keçid siqnalı verməlidir. Uşaqlara qısa vaxt xəbərdarlıq etməlidir. Yəni demişdik ki, burada xəbərdarlıq mütləqdir və oyunu tamamlayıb uşaqları növbəti fəaliyyətə yönləndirməkdir. Yəni birinci siqnal verir, səslə verə bilər, hər hansı bir şəkillə siqnal verə bilər və s. Və uşaqlara xəbərdarlıq edir. Uşaqlar, məsəl üçün 5 dəqiqədən sonra biz filan fəaliyyətə keçəcəyik. Ona görə zəhmət olmasa əlinizdəkiləri yekunlaşdırın. Bunu deyəndən sonra artıq oyunu tamamlayır uşaqlar. Daha sonra artıq biz növbəti fəaliyyətə keçirik. Ona görə də doğru addım C variantı olar 11-də. 12-yə baxaq. Deyir, 1-2 yaş uşaqlar üçün hansı fəaliyyət daha uyğun hesab olunur? 1-2 yaş uşaqlar üçün, baxın, bunu məntiqlə tapmaq olar. Bu sadə bir sualdır. Komanda yarışları deyir burada. Ümumiyyətlə, komanda yarışları daha çox 4-5 yaşa aiddir. Burada əməkdaşlıq, uşaqlarda rəqabət bacarığı tələb edir ki, bu da adətən 4-5 yaşdan sonra formalaşmağa başlar. Yəni 4-5 yaşa aid ola bilər. A variantı səhvdir. B variantı sayma və hesablama tapşırıqları. Sayma, hesablama və rəqəmləri tanıma. Burada Y variantında rəqəmləri tanımadır. Baxın, sayma və hesablama tapşırıqları
1-2 yaş uşaqlara aid deyil. Çünki 1-2 yaş uşaqlar sayma öyrənmir. Düzgün olmaz. Rəqəmləri tanıma və tapşırıqları da, təbii ki, burada da ümumi olaraq rəqəmləri tanıma 1-2 yaş üçün hələ rəqəmləri tanıma daha tezdir. Ona görə Y variantı da bizim səhv cavabımız olacaq. Qaydalı oyunlar isə 1-2 yaşa aiddir. Bu daha çox 3 yaşdan sonraya aiddir. 1-2 yaşda daha çox sujetli oyunlardan istifadə olunur. Əgər bizdə sujetli oyun desəydi, hə, C variantı düzgün olardı. Amma burada qaydalı oyun deyib. Qaydalı oyunda müəyyən bir qayda, növbə gözləmək tələb etdiyi üçün 1-2 yaş uşaqlar üçün bu daha çətindir. Çünki onlarda hələ özünü idarə etmə və uzun müddətli diqqət formalaşmayıb. Ona görə də C variantı səhvdir. Amma C variantının yerinə yazsaydı, məsələn, sujetli rol oyun, bəli, biz götürərdik 1-2 yaşa aid. Amma qaydalı oyun fikri səhvdir. Amma doğru cavab sensor fəaliyyət, toxunma və su oyunudur. Təbii ki, biz yəqin ki, sosial şəbəkələrdə də görürük ki, bəzən uşaqlar suya girir, su ilə oynayır. Yəni, bu 1-2 yaşda daha yaxşıdır. 1-2 yaş dövrü uşaqların erkən yaş dövrüdür və burada uşaq dünyanın duyğu orqanları vasitəsilə kəşf etdiyi bir mərhələdir. Bu yaşda olan uşaqlar kognitiv və fiziki inkişaf hələ mürəkkəb qaydalar və müzərrəd rəqəmlərlə anlamağa imkan vermir. Yəni, burada duyğu orqanları vasitəsilə uşaqlar dünyanı kəşf etdiyi üçün artıq toxunaraq, məsələn, uşaq toxunaraq deyir ki, bu almadır, bu meyvədir və yaxud da su ilə oyunlar oynayırsa, bu sensor fəaliyyətini inkişaf elətdirir. Toxunmaqla, görməklə, eşitməklə, dadmaqla artıq uşaqlar müxtəlif oyunlar oynayır. Məsələn, xəmirlərlə oyun oynayır, xəmir yoğurmaq. Məsəl üçün, su ilə oyun, qumla oyun oynayır. Yəni, bu 1-2 yaş uşaqlar üçün yaxşıdır və yaxud da toxunur, deyir, bu istidir, bu soyuqdur, bu yumuşaqdır, bu bərkdir. Eyni zamanda burada sensomotor bacarıqlarını uşaqlarda inkişaf elətdirir. 1-2 yaş uşaqlar üçün hansı fəaliyyət daha uyğun hesab olunur? Təbii ki, sensor fəaliyyət burada daha uyğun hesab olunur. 1-2 yaş uşaqlar üçün doğru cavab olacaq D variantı. 13-cü suala baxaq. 13-cü sualı deyir, açıq hava oyunlarını planlaşdırarkən təhlükəsiz tədbirlərin görülməməsi verilənlərdən hansına səbəb ola bilər? Baxın, biz açıq havada oyun təşkil edirik, amma təhlükəsiz tədbiri görməmişik. Bu zaman oyunların maraqlı olmasına səbəb olar, səhvdir. Maraqlı olmasına səbəb olmaz. Çünki təhlükəsiz səbəb görməmişsə, maraqlı olması fikri səhv olar. Sosial bacarıqların inkişafı, təbii ki, bu sosial bacarıqlara aidiyyatı yoxdur heç. Təlim prosesinin yaxınlaşmasına bu da səhvdir. Aktivliyin artması səhvdir. Cavab uşaqların zədələnməsinə. Məsəl üçün, biz təhlükəsizlik tədbiri görməsirik. Tutaq ki, uşaq qaça bilər, yıxıla bilər. Məsəl üçün, tutaq ki, biz oyun meydançasında olan əşyaları yığışdırmamışıq. Qalıb ortalıqda. Uşaq qaçarkən həmin əşyaya ilişir, yıxılır. Və uşaqların bu da zədələnməsinə səbəb ola bilər. Ona görə də, əgər təhlükəsiz tədbirlər görməmişsinizsə, uşaqların zərər gəlməsinə səbəb ola bilər. Məsəl üçün, zədələnməsi. 13-də A variantı doğru cavab olacaq. 14-cü sual. Açıq hava oyunlarının uşaqların idraki inkişafına təsirini müəyyənləşdirin. Baxaq. Piylənmə riskini azaldır. İdraki inkişafa aiddir. Bu fiziki inkişafa aiddir. Çünki idrak düşünməklə bağlıdır. Fiziki inkişaf isə hərəkət etməklə. Uşaq əgər hərəkət eləyirsə, uşaqda piylənmə riski azalır. Bu fiziki inkişafa aiddir. Biri ona görə çıxırıq. Bir harda varsa çıxırıq, Y variantı çıxır. Əməkdaşlıq bacarığını inkişaf elətdirir. Əməkdaşlıq sosial inkişafdadır. İdraki inkişafa aid deyil əməkdaşlıq. İdraki inkişafda düşünməklə bağlıdır. Ona görə 2-ni də çıxırıq. 2-ni də çıxırıq. A variantı çıxır. Stresi azaldır. Təbii ki, stresi azaldmaq idman hərəkətləridir. Burada da, məsəl üçün, biz idman eləyiriksə, bizim stresimiz azalır. Bu da fiziki inkişafdır. 3 də çıxır. Motor bacarıq. Bu da fiziki inkişafdır. Çıxır. Öyrənməni stimullaşdırır. Bəli, uşaq burada nə edir? İdrak, müqayisə aparır, fərqləndirir. Və nəticədə uşaq bilir nəyi necə edəcəyini. Nəticədə öyrənməni stimullaşdırır. Deməli, öyrənməni stimullaşdırmaq idraki inkişaf sahəsinə aiddir. 5 düzdür. Tədqiqat bacarığını inkişaf elətdirir. Bəli, tədqiqat aparmaq, tədqiqatçılıq bacarığı idraki inkişaf aid olduğu üçün tədqiqat bacarığını inkişaf elətdirir. Məsəl üçün, su ilə eksperiment aparır uşaq. Tutaq ki, 2 dənə stəkan götürür.
top atır. Birinin içinə yumşaq top atır, birinin içinə biraz hündür, böyük top atır. Nəticədə topun biri batır, məsələn, ağır top suda batır, amma yüngül top suyun üzündə qalır. Artıq uşaqda tədqiqat bacarığı inkişaf elətdirilir. Bu da idraki inkişafa aiddir. Doğrudur. Yuxu rejimi gün rejiminə aiddir də bu. Gün rejimi fiziki inkişaf olduğu üçün yuxunun keyfiyyətini yaxşılaşdırmaq bu aiddir fiziki inkişafa. Ona görə bu səhvdir. Yaradıcılığı stimullaşdırır. Düzdür, burada yaradıcılıq bir qədər estetik yaradıcı inkişafa aiddir. Yəni yaradıcılıq hardasa estetik inkişafa aiddir. Amma yenə də uşağın yaradıcı təfəkkürü, məntiqi təfəkkürü, tənqidi təfəkkürü idraki inkişafdaydı. Ona görə də biz 8-i də götürürük. Doğru cavab olur 5, 6, 8. Doğru cavab B variantı olacaq 14-də. 15-ci sual çox sadə sualdır. İnteqrasiya nədir? İnteqrasiya əlaqələndirmə deməkdir. Burada da digər variantlar çıxır. Cavab qalır inkişaf sahələrinin əlaqələndirilməsi. Məsəl üçün, inteqrasiyanın iki növü var idi. Şaquli inteqrasiya, üfüqi inteqrasiya. Şaquli inteqrasiya eyni müxtəlif yaş qrupudur. Üfüqi inteqrasiya isə eyni yaş qrupudur və inkişaf sahələrinin əlaqələnməsi. Burada da bölünür inkişaf sahəsi daxili, inkişaf sahəsi arası, əsas və əlavə komponentlərin sintezi. Məsələn, inkişaf sahələrinin arası əlaqələnmə. Tutaq ki, biz burada da sual vardı, həmin sualla bağlı. Tutaq ki, biz meyvələr mövzusunu keçiririk və uşağa meyvənin şəklini veririk ki, rənglə. Artıq meyvələr mövzusu idraki inkişafdır, şəkli vermək estetikdir. Deməli, estetiklə idrak əlaqələnir. Yəni, inkişaf sahələrinin arası əlaqələnmə. Deməli, inteqrasiya anlayışının da nəyi ifadə edir? İnkişaf sahələrinin əlaqələndirilməsi. Doğru cavab olacaq 15-də B variantı. 16-cı sualda inteqrasiyadır. Aşağıdakılardan hansı inkişaf sahələri daxilində inteqrasiya nümunəsidir? Nitq inkişafı idraki inkişafdır. Məntiqi təfəkkürün inkişafı. Bu da idraçdır. Deməli, idraçla idraçdır bu. A variantını saxladıq. Kiçik motorika bu fiziki inkişafdır. Savad təlimi idraçdır. Deməli, fiziki ilə idraç bu inkişaf sahəsi arasıdır. Getdi. Sosial və nitq bacarıqları. Sosial inkişaf, uşağın sosial, emosional inkişaf sahəsidir. Məsələn, əməkdaşlıq etməsi bir-biri ilə, oyuncağı verməsi. Nitq bacarıqları isə bu idraki inkişafa aiddir. Məsələn, cümlə qurmaq. Deməli, burada sosialla idraç getdi. Fiziki inkişaf, burada da fiziki birləşmə, fiziki inkişafdır, məntiq isə idraçdır. Ona görə başqadır getdi. Burada da estetik bacarıqlar, məsəl üçün yaradıcılıq, estetik inkişaf sahəsidir, riyazi bacarıq idraçdır. Bu da getdi. Doğru cavab olacaq A variantı. Nitq inkişaf, idraç, məntiqi təfəkkür, idraç. Yəni, məsəl üçün biz uşaqları 5-ə qədər sayma veririk. Eyni zamanda 5 ilə bağlı cümlə qurmağını deyirik. Artıq burada nitq inkişafı, idraç, məntiqi təfəkkür, idraç oldu. Doğru cavab A variantı olacaq. 17-ci suala baxaq. Uşağın sağlamlığı yaxşıdır kimi meyar nümunələri niyə yanlış hesab edilir? Ümumiyyətlə, dəyərləndirmə zamanı biz müxtəlif meyarlardan istifadə edirik və dəyərləndirmə valideynlərlə əməkdaşlıq əlaqəsini gücləndirir. Valideynlər övladların inkişaf dinamikasını izləyir və buna dəstək ola bilərlər. Yanlış meyarlar bəzən valideynləri çaşdırır, tərbiyəçi müəllimin münasibətini gərginləşdirir. Məsələn, mənim uşağım oxuya bilmir, sizin uşağınızda da problem yanaşması və tərbiyəçi müəllim daim sual verməlidir. Mən niyə bunu soruşuram? Bu cavab uşağın inkişafı haqqında mənə nə deyəcək? Mən onun dərsimdə necə istifadə edəcəm? Beləliklə, bizim meyarlarımız, yəni ümumiyyətlə bizim meyarlarımız nə ilə bağlıdır? Bizim meyarlarımız ölçülə bilinməyən meyar olduğu üçün, yəni biz uşağı meyarları ona görə eləyirik ki, bəzən uşaqların bacarıqlarını, biliklərini ölçürük və bəzi meyarlar var ki, həmin o meyarlarla uşağın belə deyək də bacarığın və biliyin ölçə bilmirik. Ona görə də bəzi meyarlar yanlış meyarlar olur. Məsələn, bayaq dediyimiz kimi, tutaq ki, mən niyə bunu soruşuram? Tərbiyəçi müəllim öz-özünə verməlidir. Məsələn üçün, mənim uşağım oxuya bilmir, bu ölçülə bilmir. Ölçülə bilməyən meyarlar olduğu üçün bəzi meyarlar yanlış meyarlar hesab olunur.
Və burada da uşağın sağlamlığı yaxşıdır kimi meyar nümunələri niyə yanlış hesab edilir? Belə bir bacarıqlar formalaşır. Subyektivlik formalaşır. Məsəl üçün, yaxşı ifadəsi nisbi anlayışdır və bir müəllim üçün uşağın aktiv olması yaxşı sağlamlıq deməkdirsə, digər üçün bu xəstə olmaması deməkdir. Yəni, meyar da elə yazılmalıdır ki, hər kəs onu eyni cür başa düşsün. Və burada sağlamlığın ümumi vəziyyəti pedaqoji məşğələ zamanı anlıq ölçülə bilən və bir göstərici deyil. Yəni, biz məşğələ zamanı uşağın sağlamlığını ölçə bilmərik. Ona görə də meyar kimi bu səhvdir. Məsələn, biz uşağın sağlamlığını məşğələdə ölçə bilərik? Təbii ki, xeyr. Bunun sağlamlığı üçün həkim lazımdır, tibb işçisi lazımdır və s. Ondan sonra biz bunun necə vəziyyətdə olduğunu təxmin edə bilərik. Yəni, bu pedaqoji meyar deyil, sağlamlıq. Meyar nədir? Məsələn, sadə fiziki hərəkətləri yerinə yetirir. Bu meyardır. Amma sağlamlıq meyar deyil. Ona görə də bu niyə görə yanlış meyar hesab olunur? Ümumiyyətlə, meyarlar ölçülə bilən olmalıdır. Məsələn, sadə fiziki hərəkətlər biz ölçə bilirik. Necə ölçürük? Uşaqlara sadə fiziki hərəkət veririk, qaçmaq, tullanmaq və görürük ki, biz bunu uşaq yerinə yetirir. Deməli, biz bunu ölçdük. Ölçülə bilən oldu. Amma uşağın sağlamlığı yaxşıdır ifadəsi ölçülə bilən deyil. Yəni, tərbiyəçi müəllim pedaqoji cəhətdən bunu ölçə bilməz. Bunu ölçmək üçün tibb işçisi lazımdır, testlər lazımdır və s. Bununla da müəyyən olunur. Yəni, pedaqoji baxımdan uşağın sağlamlığını biz ölçə bilmərik. Məsələn, uşaq özünü adlandırır. Bunu ölçə bilərik suallarla. Tutaq ki, sadə təsvirlər çəkir. Bunu ölçə bilərik. Məsələn üçün, rəsm verməklə. Sadə fiziki hərəkətləri yerinə yetirir. Bunu ölçə bilərik. Meyarlarda ölçülə bilən olmalıdır. Və uşağın sağlamlığı yaxşıdır. Ölçülə bilən olmadığı üçün doğru cavab 17-də olacaq B variantı. Ona görə də bu yanlış meyar hesab olunur 17-də. 18. Tərbiyəçi müəllim fəaliyyətlərarası keçid zamanı indi oyunu bitiririk. Çünki maraqlı və yeni fəaliyyət başlayacaq deyir. Bu hansı yanaşmadır? Baxın. Bu uşaqlarda növbəti fəaliyyət nə olacaq? Ona uşaqlarda marağın yaradılmasıdır. Yəni, burada müəllim sadəcə oyunu bitirin əmrini vermir, əvəzində qarşıda onları daha maraqlı yeni bir şeyin gözlədiyini bildirir. Və bu uşaqlarda maraq və intizar hissi yaradır. Eyni zamanda uşaqlar sevdikləri bir fəaliyyəti tərk edərkən çox vaxt narazı olurlar, lakin yeni və maraqlı vədi bu narazılığı müsbət bir həyəcanla əvəz edir. Pozitiv yönləndirmə olur. Yəni, bu yanaşma məcburiyyətə deyil, uşağın daxili istəyinə əsaslanır. Uşaq yeni fəaliyyətə könüllü və həvəslə qoşulmağa meyilli olur. Nəticədə uşaqda nə yaranır? Motivasiya. Deməli, doğru cavabımız indi oyunu bitiririk. Çünki maraqlı və yeni fəaliyyət bizi gözləyir. Baxın, uşaqlarda nə yarandı? Maraq, motivasiya. Uşaqlar həyəcanlanır ki, görən biz nəyə edəcəyik? Uşaqlar sevinir, maraqlanır ki, görən biz hansı oyun oynayacağıq? Və uşaqların motivasiyası artır. Ona görə də bu cümlə motivasiya edici keçiddir. Nizamlı keçid nə ilə bağlıdır? Baxın, nizamlı keçid daha çox rutinlərlə bağlıdır. Məsəl üçün, siqnal, mahnı, yəni bununla bağlıdır. Uşaqlara siqnal verilirsə, uşaq bir oyundan digər oyuna keçir və sonra mahnı səslənir. Uşaq bir oyundan digər oyuna keçir. Bu nizamlı keçiddir. Gözlənilən keçid uşaqların əvvəlcədən bildiyi gündəlik rejimin bir hissəsidir. Məsələn, uşaqlar bilir ki, bu günləri saat 11:00-da oyunu bitirib yeməyə gedəcək. Bu gözlənilən keçid. Çünki uşaqlar əvvəlcədən bunu bilir. Məcburiyyətçi keçid uşağın istəyini nəzərə almadan sərt şəkildə həyata keçirilir. Məsəl üçün, uşaqlar oyun oynayır. Mən gəlib deyirəm ki, oyunu dərhal dayandırın, biz yemək yeməyə gedirik. Bu artıq məcburiyyətçi keçiddir. Çünki burada söhbət nədən getdi? Sərtlikdən biraz. Məcbur etdi uşağı. Nəzarət edici keçid də burada uşağın gedişatına, qaydalara nəzarət ön plana çəkir. Yəni, ön planda əsas nəzarət olur burada. Ona görə də 18-ci sualımızın doğru cavabı olacaq Y variantı.
19-cu sual. Deyir ki, tərbiyəçi müəllim valideynlərlə əməkdaşlıqda yalnız məlumat verir, amma onları prosesə cəlb etmir. Bu nəyə gətirib çıxarır? 19-cu sualda bəzi müəllimlər Y variantı düşünür, bəzi müəllimlər isə D variantı düşünür. İndi baxaq görək dəqiq cavab hansıdır? Deyir ki, tərbiyəçi müəllim valideynlərlə əməkdaşlıqda yalnız məlumat verir, amma onları prosesə cəlb etmir. Baxın, biz əməkdaşlıq zamanı valideynə məlumat veririk ki, sizə filan oyunu oynadacaq, filan tədbirə dəvət edirik, filan rolu verəcək. Amma prosesə onu cəlb eləmirik. Uşaqlar, valideynlər prosesdən kənarda qalır. Bu nəyə səbəb olacaq? Ünsiyyət çatışmazlığına səbəb olacaq. Səhvdir. Burada ünsiyyət çatışmazlığına səbəb olmur. Çünki məlumat verir. Məlumat vermə var axı, ünsiyyət var. Sadəcə prosesə cəlb eləməyib. Ona görə də ünsiyyət çatışmazlığı fikri səhvdir. Təlimdə inteqrasiyanın zəifliyi fikri. İnteqrasiya daha çox tədris materialları arasında olur. Yəni bunun inteqrasiya nə aidiyyəti var? Planlaşdırma aparılmasının çətinliyinə. Təbii ki, planlaşdırma müəllimə aparır. Valideynin iştirak etməməsi planın yazılmasına texniki olaraq çətinləşdirmir. Lakin onun icrasını zəiflədir bir qədər. Planlaşdırma aparılmasının zəifliyi, çətinliyinə yox, zəifliyinə ola bilərdi. Hardasa icrasının zəifliyinə, amma aparılmağa yox. Aparmağa müəllim aparır. Ona görə də C variantı səhvdir. Y variantı deyir ki, baxın, valideyn rəyləri anlamaqda çətinlik çəkmələrinə. Məlumat verildiyi üçün valideynlər nəticəni anlaya bilərlər. Məsələn, biz məlumat vermişik uşağa, valideynə. Valideynə məlumat vermişik. Burada ümumi olaraq nəticəni anlaya bilərlər. Məlumat vermişiksə, onlar bilə bilərlər ki, məsəl üçün biz hansı rolda oynayacaq. Anlaya bilərlər. Lakin bu nəticəyə nail olmaqda öz rollarını görmürlər. Yəni, özləri həvəssiz olurlar bunda. Çünki biz onları, belə deyək də, vadar eləməmişik axı, cəlb eləməmişik axı. Biz sadəcə məlumat vermişik. Valideynlər də bilir ki, biz hansı rolda oynayacağıq. Məlumatı bilirlər. Lakin burada artıq onlar cəlb olmaq istəmirlər prosesə. Ona görə də Y variantı səhv cavabdır. D variantımız doğru cavab olacaq. Valideyn iştirakının zəifliyinə. Niyə görə? Valideynlərlə əməkdaşlıq iki tərəfli bir prosesdir. Əgər müəllim tərəfindən yalnız bir tərəfli informasiya ötürülürsə, məsələn, uşaq bugün yeməyini yedi, filan məşğələ keçildi, valideyn özünü bu prosesin bir parçası kimi hiss etmir artıq. Çünki sadəcə olaraq bir tərəf burada iştirak edir. Valideyn özünü məcbur etmir. Tərbiyəçi müəllim özü məcbur məlumat verirsə, artıq valideyn burada prosesin bir parçası kimi özünü hiss etmir. Nəticədə belə olduğu halda, yəni tərbiyəçi müəllim valideynlərlə əməkdaşlıq edir, yalnız məlumat verir, amma onları prosesə cəlb etmirsə, valideyn yalnız dinləyici və ya məlumatı qəbul edən tərəf olur və o bağçadakı təlim-tərbiyə prosesinə töhfə vermək istəyəcəyi ehtiyacı duymur daha doğrusu. Bu da valideynin məktəbəqədər müəssisənin həyatında uzaqlaşmasına səbəb ola bilər. Və əsl əməkdaşlıq valideynin rəyinin soruşulmasını, onun prosesə, məsələn, layihələrə, bayramlara könüllü fəaliyyət dəvət edilməsini tələb edir. Və iştirak olmayanda valideyn bağça əlaqəsi sadəcə formal xarakter daşıyır. Və uşağın inkişafına da bu təsir edir. Təbii ki, valideyn prosesə cəlb olunmadıqda, bağçada uşağa öyrədilənlərin evdə davam etdirilməsi zəifləyir. Çünki valideyn uşağın nələri və necə öyrəndiyini dərinliklə dərk etmir. Yəni, ümumi olaraq yenə də tərbiyəçi müəllim valideynlərlə əməkdaşlıqda yalnız məlumat verirsə, valideynlərin iştirakının zəifliyinə gətirib çıxara bilər. Doğru cavab olacaq 19-da D. 20-ci sual. Valideyn ilə tərbiyəçi müəllim arasında bir müddətdir ki, fikir ayrılığı davam edir və razılıq əldə olunmur. Tərbiyəçi müəllim növbəti addımı nə olmalıdır? Burada da baxın, valideyn tərbiyəçi müəllim arasında bir müddətdir ki, fikir ayrılığı davam edir və razılıq əldə olunmur. Tərbiyəçi müəllimin növbəti addımı nə olmalıdır? Bu situasiyada artıq müəllim və valideyn arasında iki tərəfli ünsiyyətin tıxandığını və konstruktiv həll yolunun tapılmadığını göstərir.
və fikir ayrılığı uzun müddət davam etdikdə bu uşağın təhsilinə, müəssisənin ümumi mühitinə mənfi təsir göstərə bilər. A variantında deyir ki, tərbiyəçi müəllim və valideyn öz aralarında müzakirəni davam etməlidirlər. Baxın, valideyn tərbiyəçi müəllim arasında bir müddətdir ki, fikir ayrılığı davam edir. Razılıq əldə olunmur. Əgər razılıq əldə olunmursa, müzakirələrin davam etdirilməsi düzgün olmaz. Razılıq əldə olunmayan müzakirəni sonsuza qədər davam etdirmək vaxt itkisidir və tərəflər arasında gərginliyi daha da artıra bilər. A variantı səhvdir ona görə. B variantında deyir ki, tərbiyəçi müəllim valideyni ilə bütün əlaqələrini dayandırır. Təbii ki, tərbiyəçi müəllim valideyni əlaqəni dayandırsa, bu düzgün olmaz. Əlaqəni kəsmək məktəbəqədər təhsildə ailə ilə əməkdaşlıq prinsipinə tamamilə ziddir. Doğru olmaz. C variantını saxladım. D variantı, baxın, tərbiyəçi müəllim üzdə razılaşdığını göstərməklə kompromisə getməməlidir. Üzdə razılaşır, amma bu ürəyindən olmur tərbiyəçi müəllimin. Bu qeyri-səmimi yanaşmadır və problemin kökünü həll etmir, sadəcə təxirə salır. Bu da düzgün olmaz. D variantı səhvdir. Y variantı, valideyn pedaqoq kimi onun mövqeyini hörmət etməyə çağırmalıdır. Baxın, valideyni deyir ki, tərbiyəçi müəllim, mənim mövqeyimə hörmət elə. Artıq məcbur eləyir ki, tərbiyəçi müəllim nə deyirsə, valideyn onunla razılaşsın. Bu da düzgün olmaz. Artıq burada nüfuz tələb edilmir, qazanılır və tərbiyəçi müəllim də tələb edir nüfuzu. Deməli, nüfuz qazanmayıb, bu tələb edir. Və valideyni hörmət etməyə çağırmaq çox vaxt müdafiə xarakterli görünür və qarşı tərəfdə daha böyük müqavimət yaradır. Ona görə Y variantı bizim səhv cavabımızdır. Doğru cavab olacaq C variantı. Tərbiyəçi müəllim üçüncü tərəfi, yəni rəhbər, mütəxəssisi bura cəlb eləməlidir. Niyə görə cəlb eləməlidir? Bəzən deyilir ki, bəzən suallar verilir ki, məsəl üçün də uşağı biz ekskursiya aparmaq istəyirik, amma biz valideynlə razılaşmırıq. Bu zaman nə edək? Və yaxud da uşaq bağçaya gec gəlir, həmişə valideynə deyirəm, amma yenə də gec gəlir. Bu zaman təbii ki, həmişə dedik, addımlar atdıqsa, sonunda nə etmək lazımdır? Yenə də rəhbər və mütəxəssisi cəlb etmək lazımdır belə vəziyyətlərə. Yəni, ümumi olaraq, əgər tərbiyəçi müəllimlə valideyn razılaşmırsa bir məsələdə, üçüncü tərəf mütləq şəkildə, belə deyək də, cəlb eləməlidir məsələyə, obyektivlik baxımından. Yəni, üçüncü tərəf, məsələn, bağça müdürü ola bilər, metodist ola bilər və ya psixoloq ola bilər. Tərəflər arasında mediator, vasitəçi rolunu oynayır və o məsələyə kənardan emosiyalara qapılmadan və daha obyektiv baxa bilər. Yəni, obyektivlik baxımından üçüncü tərəfin cəlb olunması daha yaxşıdır. Əgər fikir ayrılığı pedaqoji məsələlərə bağlıdırsa, təbii ki, bu zaman metodistin rəyi hər iki tərəf üçün daha inandırıcı ola bilər. Əgər məsələ idarə etmə və nizam-intizamla bağlıdırsa, bu zaman müdirin rəyi, həll yolu, belə deyək, hər iki tərəf üçün daha uyğun ola bilər. Və burada peşəkar mühitdə eyni zamanda konfliktlərin idarə olunması qaydalarına görə daxili resurslar, iki tərəfli söhbət düşəndikdə yuxarı instansiyaya müraciət etmək daha düzgün addımdır. Yəni, bugün 2 nəfər fikir ayrılığı varsa, valideyn, tərbiyəçi müəllim arasında, bu zaman müdirin və yaxud da hər hansı bir mütəxəssisin həmin söhbətə cəlb olunması daha yaxşı olar. Ona görə də doğru cavabımız 20-də olacaq C variantı. 21-ə baxaq. Sıralama bacarığının uşaqların nitq inkişafına təsiri haqqında hansı fikir doğrudur? Deməli, sıralama bacarığı nədir? Bir şeyi ardıcıllıqla etmək. Baxın, bir şeyi ardıcıllıqla etmək. Söz ehtiyatını artırır. Bir şeyi ardıcıllıqla etmək söz ehtiyatını artırır fikri doğrudur. A variantı doğru yanaşmadır. Amma A variantı söz ehtiyatının artırılması sıralama bacarığı ilə yox, daha çox mütaliə və ünsiyyət bacarığı ilə artır. Daha çox. Ona görə A variantı bizim səhv cavabımızdır. B variantı növbə gözləmək bacarığını inkişaf elətdirmək. Baxın, növbə gözləmək daha çox sosial emosional bacarıqdır. Bu sosial bacarığa aiddir, növbə gözləmək. D variantı sıra sayları və rəqəmlər haqqında bilik formalaşmaq. Bu sıralamanın nitqə deyil, idraki, riyazi bacarığa. Məsələn, biz sıra saylarını sayırıqsa 1, 2, 3, 4, 5. Artıq burada nitq bacarığı inkişaf eləmir. Bu riyazi bacarığı inkişaf eləyir.
Y variantı puzzle'ları danışaraq qurmaq bacarığını inkişaf elətdirir. Təbii ki, puzzle qurmaq vizual məkan qavrayışı ilə bağlıdır. Nitq inkişafına birbaşa təsir etmir. Daha çox görməyə, vizual bacarıqlara, məkan bacarıqlarına təsir edir. Y variantı ona görə səhvdir. Amma C variantı cümlə qurmaq və hekayə danışmağı inkişaf elətdirir. Bu doğrudur. Məsəl üçün biz deyirik bir dənə söz deyir, söz. Uşaq söz qurur. Daha sonra sözdən sonra baxın, cümlə qurur. Cümlədən sonra artıq hekayə qurur. Baxın, necə oldu sıra? Söz, cümlə, hekayə. Məsəl üçün deyirik 5 dənə söz de. 5 dənə söz dedi. Daha sonra deyir ki, sözdən cümlə yarat. Sözdən cümlə yaratdı. Deyirik, indi cümlələrdən hekayə qur, ardıcıl. Uşaqlar cümlələrdən hekayə qur. Artıq sıralama necə oldu? Söz, cümlə, hekayə qurmaq. Gördünüz? Yəni, söz qurdu, cümlə qurdu, hekayə. Ardıcıllıq oldu, sıralama ardıcıllığı oldu. Və bu uşaqda nəyi inkişaf elətdirəcək? Nitqi inkişaf elətdirəcək. Yəni ki, hekayə danışmaq üçün hadisələri düzgün, ardıcıllıqla düzmək lazımdır. Və bu da sıralama bacarığı deməkdir. Hadisələri ardıcılıqla düzmək, hekayə danışmaq üçün sıralama bacarığı deməkdir. Və uşağın nitqini inkişaf elətdirəcək. Daha sonra cümlə qurmaq da özlüyündə sözlərin müəyyən bir sırayla düzülməsidir. Məsəl üçün, mən deyirəm, mən şəhərə gedirəm. Uşaq birinci mən sözünü qoyur, sonra şəhərə, sonra gedirəm sözün. Artıq burada söhbət nədən getdi? Nitq bacarığının inkişafı. Daha sonra sıralama bacarığı səbəb-nəticə əlaqəsi də inkişaf elətdirə bilər. Məsəl üçün, sıralama bacarığı uşağa imkan verir ki, danışarkən hansı hadisənin hansından sonra gəldiyini və nəyə səbəb olduğunu dərk edərək nitqinə köçürsün. Ona görə də sıralama bacarığı uşaqlarda nəyi inkişaf elətdirəcək? Cümlə qurmağı, hekayə danışmağı inkişaf elətdirəcək. Doğru cavab 21-də C olacaq. 22. Uşaqlarda hadisələrin səbəb-nəticə ardıcıllığını, izləmə bacarığını formalaşdırmaq üçün tərbiyəçi müəllim onları necə istiqamətləndirir? Baxın, hadisələrin səbəb-nəticə ardıcıllığını, yəni ardıcıllıqdan söhbət gedir. Burada. Bunu edən zaman nə düşünürdün? Baxın, tutaq ki, biz deyirik ki, uşaq oyuncağı sındırır. Biz deyirik ki, oyuncağı sındıran zaman nə düşünürdün? Bu suallar daha çox uşağın niyyətinə və metakognitiv təfəkkürü haqqında bacarıqlara yönəlib. Yəni, səbəb-nəticə əlaqəsi deyil. Sadəcə olaraq bunu edirsən, niyə düşünürdün? Burada uşaq düşüncəsini deyir. Heç bir səbəb-nəticə yoxdur. A variantı səhvdir. B variantı da bunu etməyinin məqsədi nədir? Yenə də deyirik, oyuncağı niyə sındırmırsan? Məqsədin nədir? Heç bir səbəb nəticəsi yoxdur. Sadəcə olaraq burada məqsədidir. Yəni təfəkkürü inkişaf elətdirir. Bunu edərkən nə hiss edirdin? Burada da artıq uşağın emosional vəziyyətini, yəni hissiyatını soruşur. Ən çox hansını bəyəndin? Burada da uşağın artıq belə deyək, şəxsi marağını soruşur. Amma deyirəm ki, məsələn, oyuncağı uşaq quraşdırır. Deyirəm, əvvəl nə etdin, sonra nə oldu? Uşaq deyir ki, məsələn, əvvəl bu oyuncağın, belə deyək, iqruşkaların ümumi olaraq yığdım, hissələrini yığdım və iqruşkaların hissələrini yığandan sonra maşın alındı. Artıq səbəbin deyir ki, və nəticəsini deyir. Deyir ki, yığmağımın səbəbində maşın alındı. Artıq səbəb-nəticə əlaqəsi formalaşdı. Yəni, burada uşaqda nə baş verdi? Uşaqda ümumi olaraq səbəb-nəticə əlaqəsi, yəni əvvəl və sonra sözləri uşağa hadisələr zamanı sırasını düzməyə kömək edir. Bu məntiqi təfəkkürü təməmmül edir. Məsələn, sonra nə oldu sualı uşağa etdiyi hərəkətlərin nəticəsini görməyə və izah etməyə edir. Məsələn, mən stəkanı kənara qoydum əvvəl, sonra stəkan yerə düşüb sındı. Artıq burada nə oldu? Mən stəkanı kənara qoyduğum üçün stəkan sındı. Artıq uşaqda səbəb və nəticəni görmək var. Və bu cür suallar uşağın hekayə qurmağı, bacarığını və hadisələr arasında keçidləri ifadə etmək nailiyyət gücləndirir. Və yaxud da uşaq deyir ki, mən əvvəl suyu yerə tökdüm, sonra yer islandı. Deməli, suyu yerə tökməyimin səbəbində nə baş verdi? Nəticə baş verdi, yer islandı. Ona görə səbəb-nəticə ardıcıllığı uşaqlarda əvvəl nə etdin, sonra nə oldu? Sualı verməklə inkişaf elətdirmək olar. Doğru cavab 22-də Y olacaq.
23-də açıq hava oyununda hansı yarpaq böyükdür? Sualı hansı bacarığı inkişaf edir? Təbii ki, baxın. 2 dənə yarpaqdır. Biri balaca yarpaq, biri böyük yarpaq. Uşağa deyirəm hansı böyükdür? Uşaq deyir ki, ikinci. Artıq uşaqda nə baş verir? Müqayisə bacarığı formalaşdırır. Doğru cavab olacaq B variantı, müqayisə bacarığı. 24. Tərbiyəçi müəllim sualları uşaqları yalnız bəli, xeyr cavab variantlarını təhrik edir. Aşağıdakı fikirlərdən hansı doğrudur? Təbii ki, nəzakət qaydaları öyrədilir. Nəzakət qaydaları bəli, xeyirlə öyrədilmir. Bu yanlış ola bilər. Öyrədici mühit yaradılır. Bu da doğru deyil. Nitq inkişafı və düşünmə məhdudlaşır. Biz uşağa əgər bəli, xeyir, daha çox qapalı suallar versək, desək adın nədir? Desək ki, məsələn, filan kəs. Və yaxud da desək ki, sənin adın Əlidir. Uşaq deyir, bəli. Onda uşağın düşünməsi məhdudlaşır. Amma uşağa sual versək ki, adın niyə Əlidir? Artıq uşağın düşüncəsi daha da inkişaf elətdirir və başlayır düşünməyə. Amma bəli, xeyirlə uşağın düşüncəsi məhdudlaşır. Düşüncəsi məhdudlaşdığı üçün cavab olacaq C variantı. 25-də. Sərbəst fəaliyyət zamanı tərbiyəçi müəllimin həddindən artıq müdaxiləsi hansı nəticəyə gətirib çıxarır? Biz dedik ki, sərbəst fəaliyyət zamanı tərbiyəçi müdaxilə edə bilər. Müdaxilə edir o zaman ki, uşaq təhlükəsiz olsun. Yəni təhlükə olanda və s. Uşaqlar məsəl üçün iki uşaq oynayır, biz onu müşahidə edirik. Və baxıb qıraqdan görürük ki, iki uşaq savaşır, dalaşır, o zaman müdaxilə edirik. Amma yəni aşırı dərəcədə hər dəfə müdaxilə etmək düzgün olmaz. Ona görə də sərbəst fəaliyyət zamanı əgər biz aşırı müdaxilə ediriksə, uşaqların müstəqilliyi azalacaq. Doğru cavab 25-də A olacaq. Məsələn, iki uşaq belə deyək də oyun oynayır. Biz hər dəfə uşağa müdaxilə edirik. Deyirik ki, məsələn, bu oyuncağı belə elə, bu şəkli qırmızı çək, bunu belə elə. Artıq uşaq müstəqilliyi azalır. Amma biz müdaxilə etmirik, sadəcə təhlükəli zamanlarda müdaxilə ediriksə, bu daha yaxşı haldır. Ona görə də 25-də sərbəst fəaliyyət zamanı tərbiyəçi müəllimin həddindən artıq müdaxiləsi hansı nəticəyə gətirib çıxarar? Cavab uşağın müstəqilliyinin azalmasına gətirib çıxarar. Doğru cavab A olacaq 25-də. Deməli, əziz tərbiyəçi müəllimlər, məktəbəqədər bir elanı sizə xatırladım. Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi müəllim və ya müdir vəzifəsində çalışan və sertifikasiya imtahanına hazırlaşanların nəzərinə aprel ayı üçün yeni onlayn qruplarımız qeydiyyat davam edir və niyə bizimlə hazırlaşmalısınız əziz tərbiyəçi müəllimlər? Çünki biz sizə peşəkar yanaşırıq və təcrübəli metodika iş qrafikinə uyğun olaraq dərs saatları, yəni istədiyiniz iş qrafikinə uyğun olaraq dərs saatlarına saatlar veririk. Eyni zamanda siz evdən çıxmadan onlayn formatda effektiv öyrənmə ilə dərslərimizə qoşula bilərsiniz. Aprel ayı üçün hal-hazırda qrupumuz yaradılıb. Dərs qrafiki həftədə 3 dəfədir. 3-cü, 5-ci və 6-cı günləri. 3-cü, 5-ci günü saat 20:00-da, 6-cı günü isə saat 15:00-da bizim yeni qrupumuzun dərsləridir. Və əziz tərbiyəçi müəllimlər, gələcəyinizi peşəkarlara etibar edin. Qeydiyyat üçün 051 655 73 81 nömrəsinə müraciət edə bilərsiniz. Eyni zamanda əziz tərbiyəçi müəllimlər, bütün bölgələr üçün ödənişsiz şəkildə bizim WhatsApp qrupumuz var. Lənkəran Astara, Gəncə Daşkəsən, Bakı şəhəri, Dağlıq Şirvan, Abşeron Xızı, Qazax Tovuz, Mərkəzi Aran, Quba Xaçmaz, Qarabağ regionalı, Milmuğan, Şəki Zaqatala, Şərqi Zəngəzur, Şirvan Səlyan və Məktəbəqədər Müdirlər Birliyi. Belə bir qruplarımız ödənişsiz şəkildə fəaliyyət göstərir ki, gündəlik olaraq biz həmin qruplara testlər, dərslər təşkil edirik. Və əgər siz də bu ödənişsiz qrupa qoşulub sertifikasiya imtahanlarına daha yaxşı hazırlaşmaq istəyirsinizsə, o zaman 070 874 32 38 nömrəsinə müraciət edə bilərsiniz. Bu qədər. Dinlədiyiniz üçün çox sağ olun.